Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musa Küçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb. Görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan Rooted Hands layihəsinin iştirakçıları ilə söhbət edib. Onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, Masallı rayonunun Masa Küçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar. Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və Rooted Hands layihəsinə həsr olunmuş qısa film nümayişi olunub. Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək. Rooted Hands layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanıb. Layihə 2025-ci ildə Milanda moda həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarlarının əl əməyini, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib. Layihə haqqında ətraflı məlumat web səhifəsində və sosial media hesabında təqdim olunur.